Hörmətli qonaqlar, tədbir iştirakçıları, dəyərli söz və qələm adamları, əziz tələbələr, hər birinizi Dünya Gənclik Yazarlar Birliyinin təşkilatçılığı, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə həyata keçirilən Ədəbi İrsimiz, Ədəbi Gəncliyimiz layihəsinin təqdimatında xoş gördük. Bu layihə keçmişlə gələcək və zəngin irsimizlə gənclik arasında qurulan möhkəm, ədəbi və mənəvi bir köprü rolunu oynayır. Öncəliklə bu tədbirin keçirilməsində bizə ev sahibliyi edən Azərbaycanın aparıcı elm və təhsil ocaqlarından olan Azərbaycan Texniki Universitetinin rəhbərliyi və əməyi keçən hər kəsə dərin təşəkkürümüzü bildiririk və bu xüsusda sözü salamlamaq etdiyi üçün Azərbaycan Texniki Universitetinin Humanitar Fənlər Kafedrasının müdiri, Filologiya Gözlə Fəlsəfə doktoru, dosent Həbib Hüseynova vermək istəyirik. Buyurun, Həbib müəllim, söz sizlədir. Salam, hörmətli, dəyərli tədbir iştirakçıları, dəyərli bizim qonaqlarımız var, yəni Rüstəm Mehmudi, eyni zamanda İntiqam Yaşar, Yusif Nazim və eyni zamanda bizim tədbirin aparıcısı Ayşən xanım. Yəni qeyd eləyək ki, bugünkü tədbir, yəni bilirik ki, Cənab Prezidentin sərəncamı ilə Bakı Türkoloji Qurultayının 100 illiyinin keçirilməsi ilə bağlı, yəni sərəncam imzalanır. Yəni bu istiqamətdə bir sıra bizim tədbirlərimiz keçirilir. Yəni bugünkü elə bu tədbirimiz də qeyd eləyək ki, hörmətli İntiqam Yaşar, yəni ki, Dünya Gənc Türk Yazarlar Birliyinin rəhbəri İntiqam Yaşar tərəfindən bizə təklif buyuruldu və biz məmnuniyyətlə qəbul etdik. Çox xoş oldu ki, yəni bugün bizim universitetimizdə Dünya Gənc deməli Türk Yazarlar Birliyinin bircə təşkilatçılığı ilə, yəni ədəbi irsimiz, ədəbi deməli bu gəncliyimiz, yəni bu mövzuda bugün bizim sizinlə tədbirimiz var. Yəni qeyd eləyək ki, təbii ki, Azərbaycan xalqı elə bir xalqdır ki, əsrlər boyu bəşəriyyətə öz dəyərli töhfələrini verir, öz gözəl sənət nümunələrini bəxş edir. Yəni bu xalq həqiqətən də ki, Nizamilər, Füzulilər, Nəsimilər, Xətailər və digər böyük şəxsiyyətlər deməli bəşəriyyətə bəxş edir ki, və bu istiqamətdə də yəni biz qürur duyuruq. Yəni hər torpaqda coşmaz bulaq, hər sinədə yanmaz olacaq. Yəni Azərbaycan elə bir diyardır ki, yəni ki, necə ki Allah Taala tərəfindən bütün sərvətlər bura bəxş olunub, eyni zamanda çox görkəmli, dəyərli sənət adamları, eyni zamanda dahi mütəfəkkir şəxsiyyətlər də bu xalqın deyək ki, payına düşür. Bu da Allahın bir bizə lütfüdür. Yəni bugünkü tədbirimizdə də qeyd eləyək ki, bu kitabın təqdimatında məni çox belə qürurlandıran bir hala rast gəldim ki, yəni ədəbiyyat aləmində öz sözünü demiş şəxsiyyətlərlə, elə məsələn biri burada Rüstəm Behrudi bizim dəyərli qonağımızdır, dəyərli yazarımızdır. Yəni ki, Sabir Rüstəmxanlı kimi, Nəriman Həsənzadə kimi, deməli digər ədəbi şəxsiyyətlər, Anar Rızayev kimi şəxsiyyətlərlə yanaşı, eyni zamanda gənc yazarların da o deməli yazı nümunələrinə, onların şeirlərinə, nəsr əsərlərinə, kiçik də olsa məsələn hekayələrinə rast gəlinir ki, məsələn bu mübahisələrin şəkildə verilməsi özü də yəni qeyd eləyək ki, göstərir ki, həm gənc nəslin, yəni bu Gənc Türk Yazarlar Birliyinin eyni zamanda qeyd eləyək ki, o böyüklərə, yəni ki, özlərindən əvvəl bu həyatı yaşamış şəxsiyyətlərə nədir böyük ehtiramının, sevgisinin nəticəsidir. Yəni biz də Texniki Universitet olaraq qeyd eləyək ki, ədəbi bədii gecələrin, tədbirlərin, jubiley tədbirlərinin keçirilməsinə həmişə qeyd eləyək ki, bir sevgi ilə yer veririk, böyük ehtiramla bunları biz həyata keçiririk. Yəni ki, elə bu ilə baxanda qeyd eləyək ki, Səməd Urğunun, Süleyman Rüstəmin 120 illik jubiley tədbirlərinin keçirilməsi, sonra Aşıq Ələsgərinin vəfatının 100 illiyi ilə əlaqədar olan tədbirin keçirilməsi, beynəlxalq ana dili və s. Yəni ki, bu istiqamətdə tədbirlərimiz olur. Bugünkü tədbirdə həmin bu tədbirin bir davamı Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə həyata keçirilən, yəni Dünya Gənc Türk Yazarlar Birliyinin bir layihəsidir ki, biz də sevə-sevə qapı açmışıq
yəni ədəbi irsimiz, yəni ki, qeyd eləyək ki, zəngindir, eyni zamanda başımızın tacıdır və bunları biz nədir, gələcək nəsillə mütləq ötürməliyik. Bu baxımdan bir daha əziz, dəyərli tədbir iştirakçıları sizin hər birinizi salamlayıram, dəyərli qonaqlarımıza da xoş gəlmişsiniz deyirik. Eyni zamanda universitet rəhbərliyi adından dəyərli rektorumuz, hörmətli Vilayət Vəliyev tərəfindən deməli, ünvanlanmış salamları da sizə çatdırırlar. Və tədbirin işinə də uğurlar arzulayıram. Sağ olun. Həbib müəllimə dəyərli fikirləri və ev sahibliyi üçün bir daha təşəkkür edirik. Hazırda toplaşdığımız bu layihənin arxasında böyük bir ideya, əziyyət və təşkilatçılıq dayanır. Bu xüsusda kitab haqqında daha ətraflı məlumatı bizə çatdırması üçün sözü Dünya Gənclik Yazarlar Birliyinin başqanı, şair, publisist İntiqam Yaşar'a ötürür. Buyurun İntiqam bəy. Hər birinizi salamlayıram. Öncəliklə auditoriyadan biraz söhbətlərə ara verməyini xahiş edəcəm. Bugün bizim üçün çox önəmli və əlamətlər bir gündür. Ona görə ki, bugün biz ədəbiyyatın işinə toplaşmışıq. Hər nə qədər adı texniki olsa da, fəaliyyəti ilə həm də humanitar istiqamətləri, ədəbiyyatı, mədəniyyəti öz çətiri altında birləşdirən, buna sözün əsl mənasında müvəffəq olan bir təhsil ocağında bugün sizlərlə bir yerdəyik və bu gözəl auditoriyada Azərbaycanın gələcəyi olan gənclərlə bərabərik. Bu bizim üçün xüsusi bir günün olduğunun əyani sübutudur. Bugün Ayşən xanım məlumat verərkən qeyd etdi, biz Dünya Gənclik Yazarlar Birliyi olaraq Azərbaycan Respublikası Mədəniyyət Nazirinin dəstəyi ilə həyata keçirdiyimiz ədəbi irsimiz, ədəbi gəncliyimiz adlı layihə çərçivəsində sizinlə görüşə gəlmişik. Gördüyünüz kimi artıq o kitab hər birinizin əlində var. Layihə çərçivəsində ədəbi irsimiz, ədəbi gəncliyimiz adlı bir kitab nəşr olunub. Kitabda yaşayan klassiklərimiz olan ustadlarımız öz yaradıcı nümunələri ilə təmsil olunurlar. Bundan əlavə, layihənin adından da göründüyü kimi, yaşlı nəsil və gənc nəsil arasında bir ədəbi körpü missiyası olaraq bu kitabda həm də gənclər yer alırlar və o gənclər bugün Azərbaycan ədəbi mühitində kifayət qədər tanınmış gənclərdir. Çox əlamətlər bir gündür ki, onu da qeyd edir ki, bugün bizim yaşayan klassiklərimizdən Türk dünyasının böyük şairi Ustad Rüstəm Behruz da bizimlədir. Mən ona bir daha çıxışımda da təşəkkürümü bildirməyi özümü boş bilirəm. Rüstəm müəllim Azərbaycanda, eləcə də Türk dünyasının müxtəlif nöqtələrində, dünyanın müxtəlif nöqtələrində kitabları çap olunan, elmi araşdırmalarda, elmi mətnlərdə, əsərlərlə daim istinad olunan böyük bir yazarımızdır. Bugün onunla gənclərin görüşü də yadda qalan və həmişə xatirəmizdə olacaq bir görüşlərdən olacaq. Mən layihə haqqında biraz məlumat vermək istəyirəm ki, layihədə xalq şairimiz Nəriman Həsənzadə, xalq şairimiz Ramiz Rövşən, Vahid Əziz, xalq şairlərimiz, xalq yazıçılarımız Anar, Kamal Abdullah, tanınmış yazıçılarımızdan Məmməd Oruz, Seyran Səxavət, gənclərimizdən Ayşən Rəhim, Fərid Hüseyin və sadayacağımız xeyli gənc yazarlarımız bu kitabda təmsil olunurlar. Kitabın Azərbaycanda 3 təqdimat mərasimi nəzərdə tutulub ki, onlardan birincisi bugün sizinlə baş tutur. Sabah Sumqayıt şəhərində, ondan bir neçə gün sonra isə Bakı şəhərində növbəti bir görüşlə oxucuların görüşünü görəcək. Siz bu kitabda nəyi görəcəksiniz? Siz bu kitabda daha geniş də olmasa Azərbaycan ədəb mühitinin bugünkü mənzərəsini görə biləcəksiniz və bir-birindən qiymətli, bir-birindən dəyərli yaradıcılıq nümunələrinə oxuyacaqsınız, ondan bəhrələnəcəksiniz. Dünya Gənclik Yazarlar Birliyi 1998-ci ildə Qazaxstanda əsası qoyulmuş bir təşkilatdır. 99-cu ildə Azərbaycanda dövlət qeydiyyatına alınıb və fəaliyyəti boyunca Azərbaycanın Türk dünyasının müxtəlif nöqtələrini birləşdirən ədəbi, mədəni layihələrə imza atıb və bugün də o layihələrdən birini gerçəkləşdirir.
Mən universitet rəhbərliyinə, həm müəllim sizə təşəkkür edirəm. Hörmətli ziyalımız Akif müəllimi gördüm. Çox təşəkkür edirəm. Xoş oldu onunla iştirakı bizim üçün. Mənimlə bərabər Dünya Gənclik Yazarlar Birliyi İdarə Heyətinin üzvü Yusuf Nazir buradadır. Tədbirin moderatorluğunu təşkilatın sədr müavini Ayşən xanım öz üzərinə götürür. Bugün mən elə başa düşürəm ki, bu görüşdən hərə bir xoş xatirə ilə, hərə bir mənəvi qazancla gedəcək. Bayaq Rüstəm müəllimlə söhbətimizdə onu qeyd edirdim ki, sizin dövrünüzdə universitetlərlə ədəbi mühitin, mədəni mühitin, sənət cəmiyyətinin əlaqəsi daha sıx idi. O da həm yazarlara, həm oxuculara çox şeylər qazandırırdı. Bugün isə çox təəssüflər olsun ki, biraz o əlaqələr itib, biz də özlərimizə düşəni etməyə çalışaraq bu əlaqələri bərpa etməyə, sizlərlə görüşər, canlı ünsiyyətə can atırıq ki, bu görüşlər biraz da intensivləşsin. Siz yaşayan canlı klassikləri görəsiniz, yeni nəsil yazarları görəsiniz və bu görüşlərdən hərə öz mənəvi payını almış olsun. Həmçinin sizə təşəkkür edirəm. Bu layihənin hazırlanması, tədbirin həyata keçirilməsi ərəfəsində çox böyük əmək sərf etdiniz, çox ürək yanıcı ilə yanaşdınız və onun da nəticəsi bu gözəllikdir ki, bu gözəl auditoriya ilə biz bərabərik və bugün bu görüş bizim həm layihə çərçivəsində olan görüşlərdən ən gözəli və həm də gələcəyə hesablanmış addımların bir başlanğıcıdır. Təşəkkür edirəm, var olasınız. Çox sağ olun, işçi İlqan bəy. Tədbirimiz çıxışla davam edir. Sözü daha bir aydınlığına vermək istəyirik. Türk dünyasının ruhunu öz qısqalarında yaşadan, Türk dünyasının görkəmli şairi Rüstəm Feyzliyə söz vermək istəyirik. Buyurun Rüstəm müəllim, söz sizdədir. Rabbinizi sizi salamlayıram. Sizinle görüşe gelmek güzel bir şey. Mesela yaşlı nesline göre ki, böyle bir tedbir olsaydı ben gitmeyecektim. Çünkü onların dünya görüşü artık formalaşır. Onların değişmek, kafasına yeni şeyler koymak değil mümkün. Hatta canlılarla bir yerde olmak doğrudan da güzel bir şeydi. Bu enene yaşadık. Onu biz dedik ki, Şura hükümetinin altında bu enene büyük bir eneneydi. Yazıcılar, şairler zavodlara, fabriklere, üniversitelere gelirdiler. Sana teşekkür ederim ki böyle bir kitap elçin getirmişsin. Ama isterdim ki orada Azerbaycan'da çok istidatlı adamlar var. Onların da şeyler olardı. Yani ki lahiye bu boyda bir kitap olup ona göre. Ben size şehir hakkında danışmak istedim biraz. Kim bulasın istemişse çıksın eşit otursun da. Ben başa bilmem sizi. Anlayabilirim sizi. Bulasın istemeyen adam eşit oturabilir. Yani hiç olmasa buradaki adamlara mani olmasın. Ben size söz hakkında danışmak istedim. Niye söz böyüktür? İncil'de böyle bir kelam var. Hem de söz var idi, söz Allah'ın nezdindeydi ve sonradan söz Allah'ydı. Yani bu insanlığın, ben dindar adam değilim, ben Müslüman da değilim. Ben tanrıçıyım, şamanistim. Onların dünyada ilk kitaplarını yazdım bir bakılar, 30 yıldan evvel. Şamancılığın, tanrıçılığın kitapları yazdım. Ancak Tanrı'ya and olsun. Mesela Kur'an'da böyle bir ifade var. Deyir Tanrı'ya and olsun. And olsun yanıp sönen seyyarelere. And olsun atların nallarından kopan toza. And olsun gecenin gündüzle görüştüğü ana. Ve sözü budur. Demeli Kur'an'da da sözü budur. Böyük şereflendirirler. Bir yerde benim bir fraza var, o da diyeyim. Sonra mesela şey okuyabilirim. Ne diyeyim ben size? Biz ne bak unutuluruz, ne bak ölürük. İsteyen bu zamanlar bilsinler. Ölmezlik denilen bir şey de var. O bizim özümüzden asılıdır. Biz bizi hatırlayan son adam ölen ölecek. Biz bizi hatırlayan son adam ölen ölecek. Ne bak ki bizi hiç kim hatırlamayacak açma. Biz onda öleceğiz yani. Aslında dünyada incəsənətin çox növü var da. Baxın, rəssamlıq, bəstəkarlıq, müğənnilik,
Her şey var. Bu sənət növlərində bunlar. Bunların içində şeir və yazıçılar da burada ola bilər də, yazıçılar var. Bunların heç biri şairə bənzəmir. Niyə? Şairin ilk adı poet olubdur, poet. Poet sözü qədim Yunan dilində yaradan deməkdir. Bu boyda sənətlərin içində bizə şairə yaradan deyirlər. Onun sözün leksik, fonetik mənası belə yaradan deməkdir. Şair yaradandır. Yazısı yaza bilər, rəssam rəsm çəkə bilər, bəstəkar nəsə musiqi bəstə edə bilər. Onlar sadəcə iş ilə məşğul. Bir də yaratmaqla məşğul olan adam, tək adam şairdir. Çünki onun sözün yaranışında, mahiyyətində əhmə məna var. Mən sizə başqa bir şey də demək istəyirəm. Siz çox xoşbəxt bir nəsilsiniz. Bax, indi burada oturan zamanlar, hakimləri bilir biz, 30 il və ya da 40 il, biz bu Azərbaycanın ağrısını içimizdə daşıyan adamlar olduq. Məsələn, mən gədə siz bilirsiniz, məsələn, mən məsələn həbsxanada yatdım belə. Həbsxanada da yatdım. Nə yaxşı yatdım, indi ən azı danışmağa gözəl sözlər var da, xatırlamalı bir şeylər var. Biz vəziyyətləri çəkdik, biz ancaq heç nə edə bilmədik də, sonunda heç nə edə bilmədik. Bu nəsil, sizdən bir 2, 3, 5, 10 yaş böyük uşaqlar Azərbaycan xalqının üstündəki bu namus ləkəsini 44 günə üstündən təmizlədi. Və siz ona görə xoşbəxt nəsilsiniz. Siz ona görə xoşbəxt nəsilsiniz ki, Azərbaycanın elə bir dönəmdə yaşayırsınız ki, o təhqir, o şey xalqın üstündə yoxdur. Maraqlı bir fakt deyim sizə, Vietnama getmişdim. Görüş keçirdilər mənlə. Saygonda. Mən çox danışdım. Türk dünyasından danışdım, türkçülükdən danışdım, vətəndən danışdım. Yerdən bir adam əlimi elə qaldırdı. Vietnam ara, türkçə danışan bir adam ara. Adətən tərcüməsi danışır. Mənə dedi ki, Rüstəm abi, gəlib Saygonda Böyük Turandan danışmaq çox asandır. Əl boyda bir Qarabağız var sizin. Onu almağa sizin gücünüz sağladır. Bu ölümdən betər idi mənə. Nə yaxşı ki, məsələn, o həmin kölgə, həmin o namus ləkəsi, yəni sizin üstünüzə yoxdur. Biz onu 30 il daşıdıq. Anladınız ya yox. Siz ona görə xoşbəxt nəsilsiniz. Gəl, mən çox danışamıyorum. Çox gəzən adam çox şey bilir. Mən də bütün dünyanı xəritədə hara qoysa, orada olmuşam. Bütün dünyanı yazdım. O da şeir okuyorum. İçimdən geçən bir şeir okuyorum. Ətrin, bu həm də Muhammed Alim Qasımovun anısında, məhkum yanımdır. Ətrin öldürdü məni, bağrım oldu yenə şan. Gördüm ki, boş bir məzara yenə məndən danışırsan. Məzarlıqda bitəm yovşan. Əlim qoynumda gəlmişəm, əhv et, hönkürü bağlasam, öz qəbrim üstə qoyacam, səndən bir dəstə bağlasam. Məzarlıqda bitən yovşan. Sən arxasız, mən kimsəsiz, səndən axır göz yaşlarım. Burada daşlar, daş deyil ki, bacılarım, qardaşlarım. Məzarlıqda bitən yovşan. Sən arxasız, mən kimsəsiz, səndən axır göz yaşlarım. Burada daşlar, daş deyil ki, bacılarım, qardaşlarım. Bu sonbaharda ölmədim. Yaz günaha, mən öz tabutumdan tutub dönən bir ölüyəm daha. Məzarlıqda bitən yovşan. Məni dərd deyil, adamlar öldürdü. Sən, başdaşıma qoyulacaq çiçəklərdən də gözəlsən. Məzarlıqda bitən yovşan. Vədə tamamdır, dönəcəm. Gəlim qarışım üstünə. Gələcəm dua oxuyaq, ölən bir şairin üstünə. Məzarlıqda bitən yovşan. Ətrin öldürdü məni. Bağrım oldu yenə şan. Gördüm ki, boş bir məzara yenə məndən danışırsan. Məzarlıqda bitən yovşan. Sağ ol. Bu, belə bir kitabları bıraxmaq üçün əziyyətli bir şeydir. Diyorum, sənə təşəkkür edirəm. Və mən Azərbaycan ədəbiyyatından, biz indi biraz yaşlı nəslik, mən Azərbaycan ədəbiyyatından gələcəyimdən çox arxayım. Çünki Azərbaycanda, mən sən bilirsən, mən bütün dünyanı gəldim. Dünyada nə qədər böyük festivallar oldu şey, hamısını işlədi. Və qalın bir edir. Azərbaycandan və ki də Türkiyasından İslamda kitabçısının bir tərməni var. Mən bütün dünyanı gəzdim.
Azərbaycanda olduğu qədər istedadlı adam görürəm. Burada yoxdur. Bax, sizə bir şey də hatırladım. Niyə Azərbaycanda istedadlı adam çoxdur? Mən yadınıza gəlir, yox, bir dəfə yedirilirlə mənim müsahibəm var televizyonda. Mən dedim ki, Azərbaycanda yazılı etibarda ehtiyac yoxdur. Niyə yoxdur? Adamlar təpədən dırmağa istedadlıdırlar. Bunların bir cəmiyyətlə birləşməyinə belə ehtiyac yoxdur. Hətta orada misal da çəkmişdim ki, məsələn, Danimarkada, Hollandiyada, Avropa ölkələri. Bir dənə hekayəsi çox olunan bir yazıcıya, şairə ömürlük hökumət təminat. Niyə? Çünki bunlar burada istedadlı yox. Burada bizdə var. Mən sənə təşəkkür ederim. Belə bir ağır ki, boyuna götürdüyünüz için, bu missiyanı sizə götürdüyünüz için çok sağ ol. Mən sənə təşəkkür ederim. Sizə də təşəkkür ederim. Belə bir gece keçmişsiniz. Sizə mən sizə bu uşaqların yaddaşında mütləq olacaq. En azı kiçik bir dənə misra var. Misra var. Bu yeter. Teşekkür ederim. Rüstəm qeyd edeyim ki, elə mənim bu zalda oturmağım burada yadıma saldı ki, 2014-cü ildə o Türk dünyasının böyük şəxsiyyəti, xalq şairi Zəlim Xəyyazovun da burada görüşü olub. Sonra Hüseyin Arifin 90 illiyin, 80 illiyin burada keçirtmişik. 2014'də neçə yıldır? 90 ildir. 90 illik yubileyini bu zalda keçirtmişik. İndi 100 illik oldu da onu da keçirtdik. Yəni bu zal şahiddir. Bəli, Zəlim Xəyyazov 2014-cü ildə burada gözəl bir görüntü. Bizə çox xoşdur sizin kimi dəyərli insanlarla bir araya gəlmək. Var olun. Çox təşəkkür edirik. Var olun. Teşekkür edirik Rüstəm müəllimə həm dəyərli fikirləri, həm də tədbirimizə poetik ruh qatmasına təşəkkür edirik. İrsimizin gənclərin dilində necə canlandığını görmək və eşitmək üçün bu dəfə sözü elə universitetin tələbələrinə vermək istəyirik. Canpolad Quliyevi qiraət üçün səhnəyə dəvət edirik. Buyurun. Ses. Kişilər biri olmur, itan babası. Qorxağı var, igidi var. Amma hər kişinin öləndən sonra qəbri üstü ağlayası bir qara paltarlı gözəl qadına ümidi var. Sən öləndə kim olacaq gözlərini bağlayan? Qardaş mı olacaq? Yad mı olacaq? Bu dünyada bəlkə sənə ən çox ağlayan, ən çox ağlatdığın qadın olacaq. Göz yaşlarını yuduqca başdaşın, qəbrində qurcalanıb deyəcəksən, İlahi, illər boyu ağlatdığım bu qadın görən necə saxlayıb bu qədər göz yaşını? Bircə kərə nə saçını oxşamışam, nə gözünü silmişəm, gözlərinə batır indi saçlarının hər dəni. İllər boyu mən axı bu qadına dərd vermişəm. İndi görən niyə çəkir dərdimi? Bu qadın başdaşımı öpüb sığalamaqdansa, cumruğu yuva döysə yaxşıdır. Qəbrimin üstündə ağlamaqdansa, məni söysə yaxşıdır. Yeri qara paltarlı qadın, kiri qara paltarlı qadın. Bu qəbir də 1000 qəbirdən biridir. Başdaşımı bəsdi bastın bağrına, bütün məni ağlayanlar kiridir, sən də kiri. Qəbrim damır, ağlama. Teşekkür edirik. Tədbirimizdə daha bir ziyalımız Akif Nağlı bizlə bir yerdədir və belə bir növ onun da xeyir duası üçün səhnəyə dəvət eləmək istəyirik. Buyurun, söz sizlərdir. Çok sağ olun. Ben her şeyden evvel büyük
bugünkü tədbiri keçirən təşkilatçılara təşəkkür edirəm. Həbib müəllimə təşəkkür edirəm. Mənə söz verdiklərinə görə. Sizlərə təşəkkür edirəm ki, bu gözəl məclisdə bugün iştirak edirsiniz. Şeir məclisidir. Səmimi, ürəkdən gələn hisslərin məclisidir. Və sizin nəzərinizə bir daha çatdırmaq istəyirəm ki, gənc şairlərimiz buradadır. Onları da yavaş-yavaş tanıyacaqsınız. Onlar da Azərbaycanda, dünyada tanınan gözəl şairlər olacaqlar inşallah. Amma onlar da mənlə razılaşarlar ki, siz Azərbaycan şeirinin, poeziyasının ən görkəmli nümayəndələrindən biri ilə bu günləri yüzdəsiniz. Rüstəm Behrudi ilə. Hər kəsin əlinə düşən bir imkan deyildir. Hər an, hər vaxt, hər kəsin o imkanı yoxdur ki, Rüstəm Behrudi ilə bir həm söhbət olsun, üzdə dayansın, onun sözlərini eşitsin, onun şeirlərini eşitsin. Çoxunuz yəqin ki bilirsiniz, Salam Dar Ağacı. Azərbaycan şeirində gözəl bir fəlsəfi xəttin başlanğıcını qoyan bir şeirdir. Mən bayaq yerdən istədim deyəm ki, Salam Dar Ağacını Rüstəm bəy oxuyacaqsınız yoxsa yox. Ola bilər ki, birazdan sonra öz-özü yaxşı aparsanız, bəlkə o şeiridir deyər. Amma dəyərləndirmək lazımdır, insanlarımızı dəyərləndirmək, böyük şəxsiyyətlərimizi, böyük yaradıcı insanları dəyərləndirmək lazımdır. Mən sizin əksəriyyətinizi tanıyıram, ya indi dərs edeyim, tələbələrsiniz, ya əvvəldən dərs edeyim, əvvəlki ildə dərs edeyim tələbələr. Və bilirəm ki, sizin Azərbaycanın hər bir dəyərinə, hər bir uğuruna, tarixinə, fəlsəfəsinə çox böyük marağınız var, diqqətiniz var. Yəni, bu dərs prosesində mən görmüşəm sizdən həmişə. Bugün də sizin xatirinizdə uzun müddət yaşayacaqdır. Və mən bir daha sizdən xahiş edirəm, müraciət edirəm ki, həmişə dərslərimizdə Azərbaycan tarixi dərsində, burada Azərbaycan tarixi müəllimləri, Azərbaycan dili, hüquq, yəni humanitar kafedranın müəllimləri iştirak edirlər. Onlarla da söhbətlərimiz olur. Sizlə də aid söhbətlərimiz olur ki, biz tariximizi, Azərbaycanın dünənini, bugününü, varlığını öyrənməli və təbliğ eləməyi bacarmalıyıq. Dünyanın ən qədim millətlərindən biri bizik. Türk tarixinin təməlini qoyan bizik, biz Azərbaycanlılarıq. Türklər dünya bizim Azərbaycandan, bizim ərazimizdən yayılıblar. Eşq olsun, qazilərimiz gəlir, alqışlayırıq qazilərimizi. Və çox gözəl mən hesab edirəm ki, bax, o bürövrəni, bu günləri, bugün yox, 60-cı ildən başlayaraq Rüstəm Behrudi və onunla həmfikir olan bizim ziyalılarımız, yaradıcı insanlarımız onun təməlini qoyublar ki, bu tarix Türkün tarixidir. Mühazirə danışırıq sizdən ki, hansı daşı qaldırırsansa altından Türk çıxır. Hara dönürsənsə Türkü görürsən. Dünya hələ qəbulləmək istəmir ki, dünyanın tarixi Türklərdən başlayıbdır. Bunu görmək istəmirlər, biz onu çatırmalıyıq. Və mən hər müəllimdən də, Rüstəm bəydən də, dostlarımızdan da xahiş edirəm ki, bizim tələbələrimiz qoyun emosional olsunlar. Qoyun hisslərini gizlətməsinlər. Burada görsən kimsə səs edir də, ona da normal yanaşmaq lazımdır. Yəni hisslərinizi boğmadan, amma səmimi olmaq lazımdır. Biz burada Rüstəm bəy dedi o məsələni ki, 30 il ərzində bizim alnımızda ləkə vardı. Biz heç kəsin yanında, hətta Türkiye'yə gedəndə də, hətta İrana, soydaşlarımızın böyük bir hissəsi İrandadır. Ora gedəndə də, səmimi söhbətdə bir tikən çay içəndə, bir tikə çörək yeyəndə onlarla çörəyin çayını elə yerində deyirlər ki, nə vaxt Qarabağınızı alacaqsınız, yediyimiz, içdiyimiz də bizə zəhər olurdu. Onu biz yaşamışıq. Yaşamışıq.
Amma müşahidəsi olmamışıq. Bax, bu gördüyünüz insanlar o ləkəni silmək üçün illər, 10 illər çalışıblar, həyatını qurban veriblər. Həbslərə düşmüşük. Rüstəm bəy dedi, keçmiş o ağırlıqlardan sizə qismət oldu və burada qazilərimiz gəldi. Tələbələrin də içərisində Rüstəm bəy qazilərimiz varkən, 2-ci Qarabağ müharibəsinin iştirakçıları var, veteranları, qaziləri var ki, tələbələrin içərisində. Onlar da indi burada iştirak edirlər. Yəni, şərəfli tarixi anları biz yaşadıq. İndən sonraki Azərbaycan sizdən asılıdır. Bu məsuliyyəti siz hər biriniz dərk eləməlisiniz. Mən bir daha çox-çox təşəkkür edirəm ki, Rüstəm bəy və onun komandası bu günləri burada iştirak edirlər. Sizə uğurlar arzulayıram. Siz də axıra qədər bu mərsimizdən çalışın, nə də götürəsiniz. Nəsə götürəsiniz. Oldu? Sağ olun, təşəkkür edirəm. Təhsilin ilginiz üçün çox sağ olun Akif müəllim və aramıza sonradan qatılan qazilərimizi də salamlayırıq. Tədbirimizdə iştirak etdikləri üçün də təşəkkürümüzü bildiririk. Tədbirimiz növbəti çıxışla davam edir. Dünya Gənclik Yazarlar Birliyinin İdarə Heyətinin üzvü Yusif Nazimə söz vermək istəyirik. Həm onun çıxışını dinləyək, həm də kitabda yer alan bir şeirini dinləyək. Buyurun. Salam, əziz tələbələr və müəllim heyəti, əziz gənclər, Allah sizlərə can sağlığı versin. Gəncliyinizin qədrini bilin, illər öncə biz də tələbə idik, indi sizləri belə görəndə o xatirələr bizim yadımıza düşdü və bu anların qədrini bilin, mənalandırın. Öncə gəlin, sizin gəncliyinizi alqışlayaq. Və bu tədbirə ev sahibliyi etdiyi üçün Azərbaycan Texniki Universitetinin rəhbər heyətinə öz təşəkkürümüzü bildirdik. Bu ədəbi irsimizin də təqdim olunmasında təşkilatçılıq etdiyi üçün Dünya Gənc Türk Yazarlar Birliyinə və İntiqam Yaşara öz minnətdarlığımızı bildiririk. Allah Rüstəm müəllimə can sağlığı versin. Onun da bizlərlə burada bir arada olması bizim üçün bir nümunədir. Dünya Gənc Türk Yazarlar Birliyi təkcə Azərbaycan ədəbi mühitində olan gəncləri Azərbaycan ədəbi mühitinə deyil, həm də Türk dünyası ədəbi mühitinə təqdim edən bir ədəbi təşkilatdır. Özbəkistanda, Qazaxıstanda, Türkiyədə və s. digər Türk ölkələrində bizim ədəbi gəncliyimiz məhz bu təşkilatın vasitəsilə dərc olunur, təqdim olunur. Və bu gün də bu görüş bura qismətdir, sizlərlə görüşmək nəsib olub. Və mən istəyirəm sizə bir şeir səsləndirim. Allah qazilərimizə can sağlığı versin, şəhidlərimizi rəhmət eləsin. Mənim bayraq haqqında əzbərimdə olan bir şeir var, hansı ki bu savaşdan sonra, 2-ci Qarabağ savaşından sonra yazılıb. O zəfər simvolu adlı bu şeirimi səsləndirəcəm. Sən ey mənim yurdumda güldən gözəl bayrağım. Sən ey mənim yurdumda güldən gözəl bayrağım. Sən ey müqəddəs əldən gözəl bayrağım. Ey mənim dövlətimdən qoca olan bayrağım. Sancıldığı zirvədən uca olan bayrağım. Dalğalan zirvələrdə dalğalara örnək ol. Namuslu gözəllərin qum başına örpək ol. Başım üstə papaqsan, torpaqsan gözüm üstə. Sən şeirimin içində olmusan sözüm üstə. Mən sənə baş əymişəm, qarşında dizim üstə. Bayraqların içində ey mənim vəsf etdiyim şeirlərin bayrağı, qəzəllərin bayrağı. Ey uğrunda şərəflə şəhadətə getdiyim bayraqların gözəli, gözəllərin bayrağı. Gör sənin sancıldığın neçə kənd var, şəhər var. Zəfər varsa sən varsan, sən varsansa zəfər var. Ürəkdə can da sənsən, Azərbaycan da sənsən. Balaca otağımda böyük cahan da sənsən. Balaca otağımda böyük cahan da sənsən. Təşəkkür edirəm.
Qoy Azərbaycan bayrağı həmişə zirvələrdə dalğalansın, dövlətimiz uca olsun, millətimiz uca olsun. Bir vaxt bizim böyük şairimiz Məhəmməd Hadigil eylənirdi ki, yox millətinin xətti bu imzalar içində, amma bir qalib ölkə kimi, qalib dövlət kimi, qalib millət kimi bizim imzamız dünya imzaları içərisində seçilir. Uca olsun dövlətimiz, uca olsun millətimiz. Bir şeyde ihtiyaç var yoksa bu şiir biraz serbest şiirdi, kısa şiirdi. Küləyin yuxusu. Kim kəsəcək ömür ağacın? Qayıq düzələcəkmi bu ağacdan? Üzəcəkmi təlatümlü sularda bu qayıq? Hansı dalğa aşıracaq bu qayığı? Fırtınalar təkəbbürlü görünsə də, küləyin yuxusu gəlincə sadələşir. İkinci şeir ise, üçüncü şeir barlı ömür. Allah ömrünüzü barlı bərəkətli eləsin. Bunu deyib əyləşirəm. İnsan qocalanda başın aşağı əyir. Ağac bar verəndə əyildiyi kimi. Yaşanan günlər ömür ağacının barıdır həyat bağçasında. Çürük günlər düşür ömrün dibinə, saf günləri dərib aparır bir vəfasız. Təşəkkür edirəm, var olun, sağ olun. Teşekkür edirik Yusuf müəllim, həm dəyərli fikirləriniz, həm də vətənpərvər şeiriniz üçün. İndi biz tədbirə, təqdimata bədii ruhunu daha da artırmaq üçün növbəti dəfə universiteti tələbələrinə söz vermək istəyirik. Tələbə Sevinç Əhmədovanı səhnəyə dəvət edirik, qiraət üçün buyurun. Dağ başında qar üstünə qar gələn, gileylənmək zirvələrə ar gələn, hər nə geysəm vücuduma dar gələn, bu darlığa dözmək olmur əzizim. Əvvəl gündən dünya yalan dünyada, baha satan ucuz alan dünyada, arzuları nakam qalan dünyada, dağılanı düzmək olmur əzizim. Kaş ki dünya zalımlığın ataydı, qəlbim bir an istəyinə çataydı. Yaşamağım göz yaşlı haraydı, göz yaşında üzmək olmur əzizim. Dalğalara yalvarmaqdan bezmişəm, hönkürüb ağlamaktan bezmişəm, səndən ayrı yaşamaktan bezmişəm, el obadan bezmək olmur əzizim. Heç bilməzdim daşım belə ağırdı, bəxtim belə biçarədir, fağırdı. Gedəcəyəm, göylər məni çağırdı. Daha yerdə gəzmək olmur əzizim, daha yerdə gəzmək olmur əzizim. Teşekkür edirik qiraət üçün. Biz az öncə Dünya Gənclik Yazarlar Birliyinin Başqanı İntiqam Yaşarı layihə haqqındakı fikirlərini öyrəndik. Bu dəfə isə istəyirəm səhnəyə şeir deməsi üçün dəvət edək. Buyurun İntiqam bəy. Təşəkkür edirəm Ayşə xanım. Bugün tədbirimiz o qədər rəngarəng və gözəl gedir ki, mən də adətən layihə rəhbəri olduğu tədbirlərdə şeir demirəm, amma bugün Rüstəm bəyin şeirindən sonra, digər şeirlərdən sonra dedim bir şeir də mən deyəcəm və bizim tələbələrimizə də mən təşəkkürümü bildirirəm ki, çox gözəl qiraət elədilər. Bizim vətən müharibəsində, vətənin azadlığı uğrunda canından keçmiş şəhidlərimizdən birinin evladı şeir səsləndirdi. Bu bizim üçün xüsusi bir önəm və məna daşıyır. Allah o ailəyə bundan sonra həmişə sevinç nisbət eləsin və bayrağımız uca olsun. Bir şeir səsləndirəcəm və sonra vətən müharibəsi, müharibə iştirakçılarımızdan, qazilərimizdən xahiş edəcəm bir nəfər onlardan da fikir alaq və ondan sonra təliflərə keçəcəyik. Mən əvvəl müsahibələrimdə də qeyd eləmişdim. Dünyanın yaşım imkan verdiyi qədər mən də bir çox ölkələrini gəzirəm, işimiz gərəyi, Türk dünyasını dolaşırıq. Mənə gəzdiyim, getdiyim, ilk gördüyüm yerlər içərisində
ömrüm boyu təsirindən çıxa bilmədiyim və həmişə də bunu özümdə yaşadacağım bir yer olub ki, ilk dəfə vətənimin torpağına, Şuşaya ayağımı basanda o hissləri yaşamışam və o səfərin təəssüratı heç vaxt mənim yaddaşımdan, düşüncəmdən bir yaradıcı insan kimi alt şuurumdan getmir və bundan sonra da getməyəcək. Dünyanın harasını gəzməyimizdən asılı olmayacaq. O səfərlərin birində bildiyiniz kimi Qarabağın azadlığı həm də bizim mədəniyyətin azadlığı demək idi. Çünki bildiyiniz kimi Vaqif Poeziya günləri böyük bir ənənəsi olan poeziya günləri idi və işğaldan sonra o poeziya günlərinin arası da kəsilmişdi, dayanmışdı. Azərbaycanın digər yerlərində simvolik olaraq keçirilirdi, amma onun məkanı Şuşa idi, Vaqifin məqbərəsinin önü idi. Azadlıqdan sonra artıq o ənənə bərpa olundu və biz 2020-ci ildən sonra Vaqif Poeziya günlərinin bərpasından sonra biz orada tədbirdə iştirak edirdik və Şuşada həmin günlərdə bir vətən yazısı şeiri yazmışdım. İcazənizlə o şeiri səsləndirəcəm. Soyuq qış, boz divarda al rəng vətən yazısı. Yerdə göy yandıran bir neçə pastı giliz. Buz ölüm ağuşundan keçən evlər, küçələr, tarix adlı tabloya barıt qoxusu düşür. Nigaran bir ananın qorxunc yuxusu düşür. Bu sükutdan keçməyə ürək addımı lazım. Güllə izi divarda tutulası yer deyil. Yıxılmaqdan qorxmağı öyrənərlər uşaqlar. Bu yıxılmaq qorxusu uşaqlıqla bir deyil. Ölüm havası əsir buralarda, sir deyil. Burada yıxılanı kimsə qaldıra bilmir. Burada atalar da, analar da yıxılır. Təkcə Tanrı ayaqda əlin çatsa qaldırar. Ağ buluddan uzaqda əli çatsa qaldırar. Burada üzgün ümidlər ovuçlarda sıxılır. Keçmişin havasında üşüyən bir uşağın dönüb ayaq izində qan ləkəli vahimə, ayrılığa yıxılıb ağacların yarpağı, ölüm qoxan torpaqda o acıyla kim kimə. Durduğum yerə sarı addımlayır bir nəfər, əlində paslı gilis, bir də çiçək dəstəsi. Yaxınlaşır divara, çiçək qoyub dikəlir, vətən deyir, dedikcə divara hopur səsi. Təşəkkür ederim. Var olasınız. İndi isə bizim qazilərimizdən xahiş edəcək bir nəfər, kim istəyirsə fikirlərini bildirsin. Buyurun. Əziz və hörmətli dəyərli tələbələrimiz, yollarımız, hörmətli gözəl insanlar. Biz Azərbaycan Respublikasının şəhid ailələri, əllərin, müharibə vətəni müdafiə ictimai birliyi tərəfindən, şəhid tərəfindən çox hörmətli dəyərli, mənim əziz dostum, sağ olsun bizi təbirə dəvət edibdir. Eyni zamanda burada biz 4 nəfər iştirak edirik. Mənim köməkçim Var müəllim, şöbə müdürü Turan müəllim, eyni zamanda foto müxbirimiz Sevinç xanım. İcazə versəniz, zəhmət olmasa, köməkçim 4 gün bundan öncə 3-cü dəfə qara kəmər sahibi olub. Bizim 3 rəngli bayrağımızı Türkiyə Respublikasında dalğalandırıbdır. Xahiş edirəm, hər üçünə də bir kəlmə söz verməyi xahiş edirəm. Hamınızı salamlayıram. Təşəkkür edirəm ki, bizi bura dəvət edibsiniz. İlk öncə gəncləri də alqışlayıram, təbrik edirəm. Ne güzel ki, belə günlərdə belə bir ocağa yığışıbsınız hər biriniz. Hər birinizə uğurlar arzulayıram, uzun ömür, can sağlığı və gözəl biliklərə sahib olmanızı arzulayıram. Təşəkkür ederim. Mən də hər kəsi salamlayıram, bütün tələbələri, müəllimləri, qonaqları salamlayıram.
Mən də özüm Bakı Dövlət Universitetinin 4-cü kurs tələbəsiyəm. Hər kəsə burada tələbələrə tədris ilində imtahanlarda uğurlar arzulayıram. Çox sağ olun ki, bizə belə gözəl bir təlim edin. Bütün iştirakçılarını salamlayıram. Gəncləri xüsusən müəllim olaraq, pedaqoq olaraq gəncləri salamlayıram və zəngin irsimizi daha çox öyrənməklərini, dəyərli insanlarımızla daha çox əlaqədə olmaqlarını, onları öyrənməkləri və özlərini inkişaf etdirməklərini arzulayıram. Təbrik edirəm mən. Yaşasın sağlığımız, dövlətimiz, millətimiz. Çox sağ olun, var olun. Belə bu həm səsləndir, həm də eyni zamanda bizim bu fədakar oğullarımızı, qəhrəman igid oğullarımızı gördük. Biz də o zuşa gəldik ki, həqiqətən də ki, deyir, o şükür olsun, Allahım, bu zəfərimiz mübarək olsun. Həqiqətən də o şəhidlərimizin ruhu şad olsun. Qazilərimizə Allah can sağlığı versin ki, bizə bu zəfəri yaradıb. Yəni artıq o Qarabağda da, Şuşada da, Xankəndidə də Azərbaycan bayrağı qürurla dalğalanır. O şair demişkən deyir, ey mənim müdrik xalqım, ey qəhrəman millətim, dağ-dağa söykənəndə zaman var olur, el elə güvənəndə yurdu basılmaz olur, ələ güvənəndə güllər açır, yaz olur. Mənim bu dediklərim tərsinə çevriləndə millət də yazıq olur, dövlət də yazıq olur. Şər özünü yormasın, bu qüdrət tutmaz ləkə, nə bu millət kölədir, nə torpaq müstəmləkə. Bayraq azadlığı var, başım üstə qalanır. Dil azadlığımız var, bayraq azadlığımız var, torpaq azadlığımız var. Necə ki deyir ki, torpaq azad olanda çiçəklənər, güllənər, çeşmə azad olanda aşar, daşar, sellənər, dəniz azad olanda hey qabarar, çəkilər, insan azad olanda duyğuları tellənər. Tellən bayrağım mənim, güllən torpağım mənim, alış ocağım mənim, oxu dodağım mənim, istiqlal havasını, azadlıq nəğməsini, ürəkdə yanan işıq, damarda qan oxusun. Ölməz Əhməd Cavadın Azərbaycan şeirini, ölməz Səməd Vurğunun Azərbaycan şeirini qoy Azərbaycan oxusun. Və bu bayraq dalğalanır. Azərbaycan nəğməsini qürurla biz dillərimizdə səsləndiririk. Təbii ki, zaman bu torpaq uğrunda can verən şəhidlərimizin qanı canı bahasına, qazilərimizin sağlamlığı bahasına, Azərbaycan xalqına bu da Allahın bir lütfüdür ki, bu torpaq uğrunda biz şəhid verə bilirik. Hər bir millət, hər xalq bunu edə bilir. Var olun, sağ olun, sizi gördük, sizin şərəfinizə. Elə Həbib müəllimin də fikrinə görə dahi Azərbaycanlı şair və mütəfəkkir Hüseyn Cavidi də məşhur bir ifadəsində deyildiyi kimi ölüm var ki, həyat qədər dəyərdir. Öz ölməzliklərindən, öz fədakarlıqlarından bizə şərəfli bir ömür bəxş eləyən şəhidlərimizə Allah rəhmət eləsin, qazilərimizi daima öz pənahında saxlasın. Bu poeziya ruhunu mən davam elətdirmək istəyirəm və o səbəbdən də tələbə Sevinç xanımı yenidən qiraət üçün səhnəyə dəvət edirəm. Buyurun Sevinç xanım, söz sizdədir. Eşidəndə dəyişmişəm dünyamı, çiçəklər də haray salsa incimə. Demirdim mi alacaqsan canımı, ruhum getsə, canım qalsa incimə. Heç bildinmi səndən nələr çəkdi can, dərdlərindən bildin necə çöktü can. Bir də nə idi, elə bildim çoxdur can, vicdanında qanım qalsa incimə. İstəməzdim ömrüm solan bağ olsun, mənsizliyim bir dözülməz dağ olsun. Qoymadın ki bircəciyi ağ olsun, günlər sənə qənim qalsa incimə. Yurdum yuvam oldu hara bilməsən, ürəyimi bir də qıra bilməsən, məzarıma yaxın dura bilməsən, məni cahan yola salsa incimə.
Kar qəlbini daha necə səsləyim? Sevgidənsə bəlkə nifrət bəsləyim. Daş ürəklim, can sürüdən tərsliyim. Mən səndən vaxtsız alsa incimə. Mən səndən vaxtsız alsa incimə. Teşekkür edirəm. Mən bugün həm də Ədəbi İrsimiz, Ədəbi Gəncliyimiz kitabının tərtibçisi, eyni zamanda kitabda yazıları yer alan bir müəllif kimi də çıxış edirəm. Ona görə icazənizlə mən də bir şeir səsləndirmək istəyərdim. Geçmişin rəflərində itib batmış xatirələr, unutmaq zəncirini qırıb yapışır darıxmanın yaxasından. Və vəhşi vüsalın əlləri ayrılığın ayaqlarını qapır. Talih xətlər ovcuğun qırışlarını qopur, qopur ömrünün əqrəbləri saatdan, əskilir təqvimlər. Dəhlizin divarlarında son ümid rəqsi ilə tənhalaşır kölgələr. İndi bu qurumuş cümlələr, vergüllərə dönən nöqtələrlə epilogda bitəcək, sonuncu səhifədə son sətrindən. Necə güzgüdə ayaqlarını sındırıb arxanca qaçdı baxışlar, necə ip utandı zamana sarkən arzuları boğazından. Kitab arası qurudulan kəpənəklərin ölü gözəlliyi kimi gözəldi təkliyim. Ehtişam, iki şam, dörd divar, boşotaq fəlsəfəsi və köhnə qramofonda retro. Təbəssüm gizlənən dolu qədər və Frida Kahlo. İçimdə 40 qadın, 40'ı da özgə, 40'ı da digər. Təşəkkür edirəm. Auditoriyada sualı olan və yaxud da çıxış eləmək istəyən varmı kimsə tələbələrdən? Şairlərimizə sual vermək istəyən, dirayət etmək istəyən. Siz demək istəyirsiniz? Siz Rüstəm müəllimlə şey istəyirsiniz? O zaman değerli şairimiz Rüstəm müəllimi bir daha səhnəyə dəvət edək. Yolumu gözlədim hər səhər, axşam. Salam dar ağacı, əleyküm salam. Əcəllə ölməyə doğulmamışam. Salam dar ağacı, əleyküm salam. O hansı millətdir, talihi sirdir. 100 adına bölündü, yenə də bildi. Məni huzuruna bu dərd gətirdi. Salam dar ağacı, əleyküm salam. Xəzəri, Baykalı, Aralı gördüm. Gördüm, can üstədir, yaralı gördüm. Tanrını bəndədən aralı gördüm. Salam dar ağacı, əleyküm salam. Çarxı tərs fırlanır fələk qarının, Turan kölgəsində budaqlarının, bayrağın rəngində yarpaqlarının. Salam dar ağacı, əleyküm salam. Eli yarmalanan, bölünən, bölən, çayları quruyan, gölləri elən, haqq hesab çəkməyə gələn mənəm, mən. Salam dar ağacı, əleyküm salam. Danış Əmir Teymur, bu son neydi be? Boynumda kəfən, dilimdə tövbə, dərsini tərs bilən mənimdir növbə. Salam dar ağacı, əleyküm salam. Səni mən əkmişəm, mənə sən qənim. Səni suvarmağa halaldır qanım. Yarpağın rəng alsın qanımdan mənim. Salam dar ağacı, əleyküm salam. Ey darın ağacı, kimdən kəməm kəm? Ya səni yendirirəm, ya sana yenirəm, ya da bu dağımda yarpağa dönürəm. Salam dar ağacı, əleyküm salam. Qazağam, Qırğızam, Özbək, Türkmənəm, Başqırdam, Kərkükəm, elə köçmənəm. Sənin gözlədiyin qərib, türk mənəm. Salam dar ağacı, əleyküm salam. Qəbul et, növbəti qurbanın mənəm.
Mənim canım səndə, bir canım mənəm. Elə qürrələnmə. Hər yanım mənəm. Salam Darağacı. Aleyküm salam. Sağ olun. Teşekkür ederim Rüstem müəllim. Məlum olduğu kimi indi dünyada qanlı münaqişələr gedir və bu müharibələrdə də belə deyək ki, ən çox zərərli uşaqlar çəkir, müharibələrin qurbanı da elə uşaqlar olur. Bundan təsirlənib son vaxtlar yazdığım bir şeir var. İcazənizlə, vaxtımız da, bədəniniz də varsa onu oxumaq istəyərdim. Uşaq tərəfi. Biz uşaq olanda çərpələr uçururduq. İndi bombalar uçurur uşaqların üstündə. Biz uşaq olanda oyuncaq düzəldirdik torpaqdan. İndi isə oyuncaqlar uşaqların torpaq altında yatır. Biz gizlənqaç oynayardıq. Ardasa bir uşaqsa kiçik qardaşını gizlədir uçmuş töküntülərin arasında. İnsanlıq bəlkə də beləcə sağ qalır. Orada uşaqlar çantasında kitap yox, atasının şəklini gəzdirir, yük olur çiyinlərinə yetimlik. Ardasa bir uşaq anasını xərçəkdən itirdiyinə görə saçlarını kəsib məzarı başında onu qovuşmağı bilir. Ardasa bir uşaq ümidsiz addım səslərinə. Üzünü görmədiyi anasını gözləyir, qarlı, şaxtalı, kimsəsizlər evinin pəncərəsində. Ardasa bir uşaq rəngli karandaşları ilə çəkdiyi şəkildə onu hələ 3 günlüyündə soyuq səkilərə atan valideynlərinin əlindən tutub qaldırır. Ardasa bir uşaq qorxur şimşək səsindən, qaçıb gizlənir yatağının altında, arzuları, qorxulara sığınır daha. Bir də var müharibənin uşaqları. Yatanda nağıl istəmirlər müharibə uşaqları. Sadəcə bir gecəli sükut, bir dəqiqəli unutmaq istəyirlər. O uşaqlar heç vaxt görmədilər göy-oxları, bilmədilər günəşli səmanın açıq rəngini, mavi buludları heç görmədilər. Bilmədilər necə olur qızıl güllər açanda, görmədilər necə xoşbəxt olurmuş kəpənəklər uçanda. Tərbiyənə də top qovmadılar yarpız qoxulu yaz axşamlarında. Əcəli qovdular müharibə uşaqları. Ölümün hər üzünü tanıdılar. Bir sınıq çomağın üstündə dalaşdılar şikəst uşaqlar. Müharibədə təkcə doğmalarını deyil, adlarını bildirdilər onlar. Kimisi yetim, kimisi kafir, kimisi bədbəxt, kimisi isə 5 yaşında qatı düşmən oldu. Ümid isə harada dəfn olundu bilirsən, anasına dərman almaq üçün dağıntıların arasında, raket zərbələrinin altında oyuncağını satan qızcığazın gözlərində. Ardasa bir uşaq acından öldü nəfəsi qana bulanmış adamların ölkəsində. Və orada tapdığı bir tikə çörəyə qaçıb evə aparan uşağın üstünə raketlər yağanda, saçının ucu görünür deyə qadına əbədi cəhənnəm əzabı hökmünə verən göy susdu. Qurumuş çörək qırıntısını bək-bək sıxmaqdan qanlayan orucunda sonuncu bunudu açıldı müharibə uşağına. Çılğı ilə dedi, Allahu Ekber deyib mərmi sıxan, bomba yağdıran əskərlərə. Hər şeyi Allah'ınıza danışacağım. Teşekkür edirəm. Sədrimizi daha bir çıxışımızla dəvət edirik. Gənclərə daima ədəbi yolculuğunda məsləhətini əsirgəməyən, dəstəyini əsirgəməyən və onlara yol göstərən dəyərli ziyalımız, aydınımız, Dünya Gənclik Yazarlar Birliyinin Məsləhət Şurasının başqanı, şair publisiz Əkbər Qoşalı bizlə bir yerdədir. Səhnəyə dəvət edirik söz üçün. Buyurun Əkbər müəllim. Hörmətli Sədalət Sürgələni bunu deyim, başqanlıq, əziz Texnik Universitet müəllimləri və şahid tələbələri. Mən 1990-95-ci illərdə bu universitetdə oxumuşam. Övmə kimi çıxmasın, fərqlənmə diplomuna qutarmışam. Ancaq mühəndis kimi çalışmadığımda etiraf edim. Texnik Universiteti qurtarmış xalq şairi Vahid Əziz, Əməkdar İncəsənət Xadimi, böyük şairimiz Vahid Bayaqlı, Ömər, Tehran Zablarından, İbrahim Riyaslılar, İran Bilçasıoğlu,
daha kimdən içində Qeyrət Universiteti poeziya dünyasında, ədəbiyyat dünyasında hesab edirəm ki, hər biri öz zamanda, öz ləyaqətində və ədəbiyyatın şərəfində tənbir, tərənnüm və təmsil etməyə çalışıbdır. Əgər bu sırada biz də ən azı bu adı zədələməmişiksə, nə mutlu bizə. Bizim dövrümüzdə Aksalı ikinci mərtəbədə idi. Bilmirəm, o Aksalı yenə öz fəaliyyətini davam etdirir yoxsa yox. Ancaq mən bu Aksalının 5-ci mərtəbəyə qaldırılmasını yalnız bir fiziki, texniki məsələ kimi yox, elə həm də universitetimizin və onun gələcəyinin qalxınmada olmasının əlaməti kimi qəbul edirəm. Dünya Gənc Türk Yazarlar Birliyi Azərbaycanın ən köklü, müstəqil Azərbaycanın ən köklü qeyri-hökumət təşkilatlarından biridir və bütün Türk dünyasına xitab edən bir təşkilatdır. Təşkilata ilk dövrdə mən başkanlıq etmişəm. Məndən sonra daha 3 başqan olub və hal-hazırda İntiqam Yaşarın Respublikamızın Gənclər Mükafatlı Aviatı istedadlı şairimiz İntiqam Yaşarın rəhbərliğində Dünya Gənc Yazarlar Birliyi daha yeni açılımlar edib, Türk dünyasının dörd bir yanında təşkilatımızı layiqincə təmsil etməkdədir, öz qələmdaşları ilə bir yerdə. Bu haqqında danışılan kitab və layihə də ədəbi irsimiz, ədəbi gəncliyimiz. Əslində, şairlərin belə baxanda yaşı olmur. Necə ki, ataya, anaya yaş yaraşdırmır, onları həmişə iraq olsun, itirəndə də elə bilirik ki, cavan itirmişik. Əslində, şairin də yaşı olmur. Bu söz mənim sözüm deyil, məndən qabaq ustadların dediyi sözdür. Mən də onu biraz davam və inkişaf etdirmək istəyirəm ki, şairlər elə əslində isəllərindəki çocuğu öldürməmiş, həmişə əbədi yaşar gənclərdirlər. Və bütün şairlər bəlkə də elə həmişə 2 ay müşfiq yaşındadır. Haqq dünyasında olan şairlərimizin ruhu şad olsun. Bu dünyada olan görkəmli şairimiz Rüstəm Behirdə başda və öndə olmaqla şairlərimizin də söz bayrağı ucu olsun. Göy-üzünə ulduz səp, naxış olsun ilahi. Arxanca bir cəmsu səp, yağış olsun ilahi. Qaranlıqlar yarılsın, nə sorğun varsa olsun. Axırımız durulsun, alqış olsun ilahi. Xatirəmi ağ saxla, gözlərimi sağ saxla, qoy dünəmdən sabaha baxış olsun ilahi. Sağ olun. Dəyərli fikirləri və çıxışı üçün Əkbər Qoşalıya təşəkkürümüzü bildiririk. İndi isə tədbirimizin fərqli tərtiblər hissəsinə gəlib çatdıq. Bu tədbirdə əməyi keçənləri fərqli fərmanlar təqdim olunacaq. Səhnəyə İntiqam Yaşarı dəvət edirik. Buyurun.